Cinema Radio, Cinema Radio, Cinema Radio. Dost Sinema rubrikasına keçid aldıq, hörmətli dinləyicilər. Və bugün qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Turan Məmmədlidir. Turan bəy, xoş gəldiniz. Xoş gördük. Gəlin öncə Cənab Prezidentin ölkəmizdə film istehsalının təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamdan danışaq. Bu sərəncamın icrası, normativ hüquqi aktların təkmilləşdirilməsi hansı imkanları yaradacaq? Turan müəllim, buyurun. Təşəkkür edirəm sual üçün. Cənab Prezidentin bu sahədə imzaladığı sərəncam çox mühüm bir hadisədir və kino sənayesi iştirakçıları tərəfindən çox müsbət qarşılanıb. Ancaq mən bu haqda danışmazdan öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin beynəlxalq sahədəki fəaliyyətlərindən qısa bəhs etmək istəyirəm. Son 3 il ərzində ümumilikdə 10-a yaxın xarici beynəlxalq mötəbər film festivallarında, film məzmun və film marketlərində iştirak edilmişdir. Bunlar arasında Berlin Film Festivalı, Cannes Film Festivalı, Dubai Film Market, Hindistan Film Art beynəlxalq kino turizmi konqresində iştirak edilmişdir və 12-ci konqresdə Azərbaycan ən yaxşı mükəmməl ərazi mükafatı ilə mükafatlandırılmışdır. Ümumilikdə xarici şirkətlərin ölkəmizə cəlb olması nöqteyi nəzərdən işlər aparılmışdır və 3 Pakistan, Hindistan və Rusiya şirkətlərindən əhatə edən, ümumilikdə 10 milyon dollar əhatə edən film istehsalı və audiovizual kontentin çəkilişi ilə bağlı ölkəmizdə işlər görülmüşdür və bununla bağlı 131 məktub Mədəniyyət Nazirliyi tərəfindən dəstək məktubları aidiyyatı qurumlara ünvanlanmışdır. Cənab Prezident tərəfindən verilmiş bu fərmanın icrası ilə birlikdə artıq cəlb olunan investisiya sayları artacaq. Ancaq bu təbii ki bizim üçün də bir məsuliyyət yaradır. Çünki artıq bu məzmunların filtrlənməsi, Azərbaycan mədəniyyətinin və tarixi ilə bağlı məlumatların təhrif olunmasının qarşısının alınması kimi mühüm öhdəlikləri gündəmə gətirir. Eyni zamanda şirkətlərin fəaliyyətlərinin daha sürətli və belə deyək, işgüzar olması üçün bu vahid reestr xidmətinin tətbiq olunması, hansı ki digər dövlət qurumlarından toplanmalı olan sənədlərlə bağlı mərkəzləşmiş bir sistemin yaradılması kimi öhdəliklər yaradır. Bundan əlavə locationlarla bağlı informativ sistemin, bazanın yaradılması, hansı bölgələrdə çəkilişlər ola bilər və hansı formada ola bilər kimi ətraflı işlər görülməlidir. Bu da düşünürəm ki, bizim qarşımızda duran öhdəliklərdən biridir. Ümumilikdə isə bu fərmanın icrası ilə bərabər kino sənayesinin inkişafı çox ciddi mənada dəstəklənəcək. Çünki bu bizdə kino istehsalının həcminin artması, ümumdaxili məhsuldakı payın artmasına gətirib çıxardacaq. Kino sənayesi iştirakçılarının işlə təmin olunması məsələsini öz töhfəsini verəcək. Ümumilikdə kino sənayesi dövriyyəsi həcmini artıran amillərdən biridir və təbii ki, bu eyni zamanda yerli şirkətlərlə xarici şirkətlər arasında partnyor münasibətlərinin inkişafına və gələcəkdə ortaq layihələrin istehsalına da zəmin yaradacaqdır. Bu ilin mart ayında keçirilən Cinema Talks kino söhbətləri platformasında Azərbaycan Respublikası Kino Agentliyi dublyaj işi ilə bağlı layihə təqdim etmişdi. İstərdik həmin layihədən başlayaq. Yəni layihə ölkəmizdə dublyaj işini necə görür bu yeni layihə? Deməli, Cinema Talks layihəsində dediyiniz kimi biz dublyajla bağlı xüsusi bir təqdimat hazırlamışdıq və orada dublyajla bağlı nəzərdə tutulan işləri təqdim elədik iştirakçılara. Dublyaj kino sənayesinin tərkib hissəsi olaraq mühüm bir hissədir və biz bunun inkişafının dəstəklənməsindən yanayıq və bu sahədə müəyyən işlər görülür. Dublyaj sənayesinin inkişafı bizim üçün nə üçün önəmlidir? Biz bunu əsas bir neçə başlıq altında toplaya bilərik. Azərbaycan dövlət dilinin qorunması nöqteyi nəzərdən, dublyaj sənayesi iştirakçılarının, yəni kino sənayesinin tərkib hissəsi olaraq dəstəklənməsi nöqteyi nəzərdən, bunun infrastrukturunun təkmilləşdirilməsi nöqteyi nəzərdən bu məsələ diqqət mərkəzindədir və bu istiqamətdə dediyim kimi artıq layihələndirmə işləri tamamlanıb, təsdiqləndikdən sonra bu sahəyə maliyyənin ayrılması nəzərdə tutulur ki, bu həcmin böyüməsi bizdə dublyaj sənayesinin inkişafına gətirib çıxardacaq. Bəs istehsalat prosesində prodüser mərkəzləri ilə sıx təmasdasınız yəqin ki. Şirkətlər hansı problemlərlə üzləşir?
Mən deyə bilərəm ki, bu film müsabiqə yolu ilə maliyyələşməsi prosesi bizim şirkətlər üçün də artıq yeni bir təcrübədir. Ancaq son 2 ildir artıq bu proses davam edir. Ancaq buna baxmayaraq sənədlərin toplanmasından bağlı biz müəyyən ciddi problemlər yaşayırıq. Ancaq buna baxmayaraq arka olaraq aidiyyatı şöbələr şirkətlərə sənədlərin toplanması istiqamətində və maliyyə araçlarının təqdim olunması istiqamətində bütün dəstəkləri göstərir. Hətta nümunəvi formalar hazırlanıb şirkətlərə təqdim olunub. Düşünürəm ki, artıq bu istiqamətdə də təkmilləşmələr gedir. Şirkətlər tərəfindən artıq təcrübəyə dönüşməyə başlayır. Bir neçə dəfə də artıq müsabiqələr elan olunub, reallaşıb. Qaliblər artıq istehsallarını qismən tamamlayıblar. Bizim bugün Kino Agentliyi olaraq yaşadığımız ən böyük problemlərdən biri, dediyim kimi, şirkətlərin sənədləşmə prosesindəki ləngimələrdir. Ancaq şirkətlər nöqteyi nəzərdən baxdığımız zaman bizə daxil olan müraciətlərdə hansı ki, sənədlərin çoxluğu ilə bağlı müəyyən şikayətlər daxil olur. Ancaq təəssüf ki, bu Kino Agentliyinin səlahiyyətlərinə aid edilmir. Çünki bu Azərbaycan Respublikası satın almaq haqqında dövlət qanunu tərəfindən tənzimlənir və tələb olunan sənədlər qanunvericinin tələblərinə uyğun olaraq qeyd edilir. Ona görə də düşünürəm ki, bu məsələ də hansı ki, həllini tapacaq ilərləyən zamanlarda sadələşdirilmiş sənəd qəbulu və s. kimi bu istiqamətdə də təbii ki, sənaye iştirakçılarının təkliflərini dəyərləndiririk. Turan bəy, hazırda Arkanın xətti ilə istehsalatda neçə film var və neçə film tamamlanıb? Biraz bizə bundan danış. Son 3 il ərzində ümumilikdə 62 filmlə bağlı, Arkanın maliyyələşdirilməsindən bağlı. Təbii bunun içində tələbə filmlər də var, koproduksiyalar da var, post-production'a dəstək olduğumuz filmlər də var. Ümumilikdə 62 layihədir və bunun üçün nəzərdə tutulan maliyyə 15 milyon manata yaxındır. Bunlardan 26-sı tam təhvil verilib və 6 milyona yaxın vəsait şirkətlərin hesabına köçürülüb. 3 filmin təhvil təslim mərhələsindədir. 16 film istehsalatın müxtəlif mərhələlərindədir. 17 film ilə isə bağlı, deməli, sənədləşmə prosesi artıq davam edir və dediyim kimi bunlar müəyyən maliyyə hesabatları təqdim etdikcə bu şirkətlərin hesablarına o pullar ödənilir. Çox istərdim biraz filmlərdən danışın. Hansı janrdadır? Sənədli, bədii və ya animasiya filmləri? Əlbəttə. Deməli, bizim post-production mərhələsinə dəstək müsabiqəsindən qalibləri daha çox, belə deyək də, onun mövzuları, kontenti barədə hər hansı bir prioritetlər müəyyən olunmuyub. Bu filmlər hansı ki, daha öncə tam hazır olmuş filmlərdir. Biz sadəcə onun post-production mərhələsinə dəstək veririk. Geridə qalan, deməli, tələbə filmləri də əksəriyyəti, deməli, müxtəlif mövzulardadır və bunlar əksəriyyəti sənədli film kateqoriyasına aid edə bilərik və belə də ictimai əhəmiyyətli mövzular, yaşıl dünya, təbiətə qarşı həssaslıq və s. kimi mövzuları əhatə edir. Ümumi olaraq isə deməli Vətən müharibəsinin belə də bu parlaq qələbənin işıqlandırılması məsələsi də Arkanın hər zaman diqqət mərkəzində olub və bu istiqamətdə ondan artıq filmin istehsalı bəziləri qismən tamamlanıb, bəzilərinin isə istehsal prosesi davam edir. Onu da qeyd edim ki, bundan sonra bizim elan etdiyimiz, hansı ki, bu sonuncu elan etdiyimiz aprel ayının 15-də elan etdiyimiz müsabiqənin əsas prioritet mövzularından biri də yenə Vətən müharibəsi və milli mənəvi dəyərlərin qorunma məsələləri. Bunlar prioritet mövzular olaraq bizim müsabiqənin şərtlərində öz əksini tapmışdır. Bəs kim qatıla bilər, onu da qeyd eləyək? Bu müsabiqə əvvəlki müsabiqələr kimidir. Bütün şirkətlər müraciət edə bilər, Azərbaycan şirkətləri. Təbii ki, burada koproduksiyalar da ola bilər. Yenə əgər qarşılıqlı müqavilələri varsa partnyor şirkətlərlə bunlar qatıla bilərlər. Kiçik və orta büdcəli filmlər nəzərdə tutulub 400 min manata qədər olan büdcələri əhatə edir bunlar. Və biz hardasa keçən həftə bunun reqlamentlə bağlı məlumatlandırıcı görüş təşkil etmişdik və orada şirkət nümayəndələri dəvət olunmuşdu iştirak etmək istəyən müsabiqəyə. Orada reqlament, müsabiqənin mərhələləri, ondan sonra müraciət üçün tələb olunan sənədlər, o sənədlərin necə toplanılması gərəkdiyi və necə yüklənməsi gərəkdiyindən bağlı şirkətlərə ətraflı məlumat verilmişdir. Deməli, bu yaxınlarda istehsalçı şirkətlərlə görüş keçirildi. Nələr səsləndi, nələr tövsiyə edildi? Dediyim kimi, burada əsas biz arka olaraq şirkətlərə verdiyimiz əsas istiqamətlər bu sənədləşmə, müraciət imkanlarının asanlaşdırılmasıdır. Yəni, nə formada sənədlər toplanmalıdır, hansı qurumlara müraciətlər olunmalıdır və müraciət edərkən hansı formada müraciətlər olmalıdır. Daha sonra onun Arkanın rəsmi saytı üzərində müraciəti necə yönləndirmək lazımdır. Bunlarla bağlı, ümumilikdə isə reqlamentlə bağlı ətraflı məlumat verildi və suallar ünvanlandı bizim o layihəni təqdim edən əməkdaşımıza
Və dediyim kimi, əsas istiqamət burada sənədlərin çoxluğu ilə bağlı müəyyən xahişlər oldu ki, biraz mümkünsə sənədlər toplanması çətinlik yaşanır və ya vaxt aparan məsələlər olur. Amma onlar da dediyim kimi artıq məlumat verildi ki, bu tələb olunan sənədlər təəssüflər olsun ki, bizim arka olaraq sadəcə bizim tələb etdiyimiz sənədlər deyil, qanunvericiliklə tənzimlənən sənədlərdir ki, hansı ki, onlar mütləq mənada olmalıdır o sənədlər. Turan bəy, əgər müqayisə etsək, keçən ilki müsabiqə ilə bu ilki müsabiqənin arasında nə kimi fərqlər var? Müsabiqələrə qatılımlar gedərək artır. Biz bunu müsabiqələrin statistikalarını müqayisə edərkən görürük. Bu sevindirici haldır. Yəni şirkətlərdə müəyyən aktivliyin yaranması, bu təbii ki, bir tələbat da yaradır eyni zamanda. Bundan əvvəlki müsabiqədə əsas fərqlərdən biri də odur ki, tələbə filmlərinin istehsalı əvvəl universitetin nəzdində fəaliyyət göstərən studiyalara həvalə edilirdisə, artıq istənilən müstəqil şirkət tələbə filmləri ilə müraciət edə biləcək. Yəni sadəcə universitetlərin tərkibindəki şirkətlər, kinostudiyalar deyil, eyni zamanda müstəqil şirkətlər də tələbə filmlərinə müraciət edə biləcək. Və ikinci nüansda tələbə filmləri sadəcə universitet tələbələrinə şamil edilməyəcək. Yəni bu istiqamətdə təhsil alan özəl şirkətlərdə, özəl qurumlarda, kurslarda təhsil alanlar təbii ki, müəyyən sertifikatlarla təqdim etməklə bərabər o tələbələrin də film layihələrinin dəstəklənməsi nəzərdə tutulur. Məsələn, bizi hal-hazırda tələb edilir. Bax, film çəkmək istəyir. Nədən başlamalıdır, nə etməlidir, hara müraciət etməlidir? Biraz master-klass verək. Əlbəttə. Tələbələr təbii ki, əvvəlcə film istehsalatının mərhələsi, bunun demək, sinopsisinin hazırlanması, tretmantının hazırlanması, ssenarinin yazılması, daha sonra ssenarinin təkmilləşdirilməsi mərhələlərini əhatə edir. Daha sonra isə şirkətlərə müraciət olunur, hansı ki, bu film istehsalçılığını öz üzərinə götürmüş şirkətə. Şirkət kino agentliyi tərəfindən tələb olunan sənədlərin toplanmasını təmin edir. Daha sonra çəkiliş üçün çəkiliş planları təqdim edir, hansı zamanda bitəcəyinə dair orada qeyd olunur və həmin çəkiliş planına uyğun olaraq da artıq istehsalat başlayır. Dediyim kimi, əsas ssenarinin yazılmasına qədər olan mərhələ tələbənin öhdəliyinə düşür. Ancaq tələbə şirkətlə artıq danışdıqdan sonra sənədlərin toplanması məsələləridir, onun üçün çəkiliş üçün imkanların yaradılmasıdır, yerin tutaq ki, təmin edilməsidir və ya texniki imkanların təmin edilməsidir. Bu isə artıq şirkətin öhdəliklərindədir. Arka yanında müşahidə şurası fəaliyyət göstərir. Biz istərdik bu şura haqqında biraz danışaq. Müşahidə şurası hansı səlahiyyətlərə malikdir? Müşahidə şurası bildiyiniz kimi 16 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının nizamnaməsinin cənab prezident tərəfindən təsdiqi olmuşdur və o nizamnamada öz əksini tapmışdır. Müşahidə şurası səhv etmirəmsə 4-cü bənddə Arkanın idarə olunması ilə bağlı olan bənddə müşahidə şurasının fəaliyyəti qeyd olunub, göstərilib. Müşahidə şurası Arkanın idarə edici orqanıdır. Lakin cari fəaliyyətlərə rəhbərlik Arkanın baş direktoru tərəfindən icra olunur. Müşahidə şurası 3 üzvdən ibarətdir, biri sədr olmaqla. Ümumilikdə Arkanın fəaliyyətlərinə bağlı maliyyə hesabatları və ümumilikdə əsas fəaliyyətlər istiqamətlər üzrə hesabatların, illik hesabatların dinlənməsi, fəaliyyətlərin təkmilləşdirilməsi ilə bağlı nazirliyə təkliflərin verilməsi, strukturla bağlı nazirliyə təkliflərin verilməsi və ümumi bütün fəaliyyətlərə nəzarəti həyata keçirən bir orqandır. Ödənişsiz əsaslarla fəaliyyət göstərir. Bax, az öncə də biz buna toxunduq. Mən çox istərdim bu post-production mərhələsində olan filmlərə artıq ikinci dəfədir ki, dəstək göstərilir. Bu ikinci müsabiqənin nəticələri aprel ayında elan olundu. Bax, hazırda Arka tərəfindən hansı işlər görülməkdədir? Siz dediniz ki, artıq post-production mərhələsində olan bəzi layihələr var. Bəli. Bu hansı layihələrdir? Deməli, ilk bayaq da qeyd eləmişdim, artıq müsabiqələr davam etdikcə müraciətlərin və istehsal olunan filmlərin sayı da get-gedə artır. Təbii ki, bu bizim üçün qürur verici bir haldır. Biraz da etimadın yüksək olduğunu göstərir ki, artıq şirkətlər rahatlıqla müraciət edirlər müsabiqələrə. Toplamda post-productiona müraciət edən 19 layihə var və 13-ü, bu layihələrdən 13-ü ikinci post-production müsabiqəsi zamanı müraciət olunub və bu 13 layihədən 4 dənəsi koproduksiyadır. Yəni beynəlxalq şirkətlərlə ortaq çəkilmiş layihələrdir. Və qeyd eləmək istəyirəm ki, post-production layihəsi bizim arka olaraq keçdiyimiz ən uğurlu layihələrdən biridir və burada risk ehtimalı çox aşağıdır, minimum riskli layihədir. Çünki artıq filmlər tam hazır filmlərdir.
Biz sadəcə onun post-productionun dəstəklənməsindən məşğul oluruq. Eyni zamanda şirkətlərin öz fəaliyyətlərini təşviqinə səbəb olur bu mexanizm. Çünki sadəcə istehsalatın maliyyələşməsi deyil, istehsalat sonrasının maliyyələşməsini bildikləri zaman istehsalatın təmin olunmasına bağlı təşəbbüslər artır. Çünki bunu artıq özləri etməlidirlər ki, biz sadəcə hazır layihələrin post-productionuna dəstək verək. Turan bəy, bax, beynəlxalq şirkətləri cəlb etmək üçün və ya xarici aktyorları, aktrisaları bizim layihələrdə görmək üçün nə kimi imkanlarımız var? Nə edə bilərik? Koproduksiyalarla bağlı onu deyə bilərəm ki, burada xüsusi bir məsələ var ki, əgər film kommersiya marağı güdürsə, xarici ölkələrin koproduksiyaya eyni faizlə daxil olması çox da mümkün olmur. Çünki Azərbaycanın belə deyək, kino sənayesi sənaye nöqteyi nəzərdən kommersiya filmlər üçün bazarı biraz məhduddur. Obyektiv problemlərdən dolayı, yəni səbəblərdən dolayı. Çünki Azərbaycan demoqrafik əhali sayısı aşağıdır və bir çox böyük şirkət üçün bu cəzbedici bazar olaraq görsənmir. Ancaq ölkəmizin kino məkanı, kinonun çəkiliş məkanı kimi, beynəlxalq çəkiliş məkanı kimi tanınılması bu önəmlidir və bunun üçün düşünürəm ki, artıq cənab prezident tərəfindən də deməli işlər görüldü və bundan sonra daha da artacaq bu müraciət sayları, çəkiliş sayları. Biz Azərbaycan layihələrində bəlkə də koproduksiyalarla çox böyüyə bilməsək də, bu sahənin koproduksiyaların çox da belə deyək genişlənməsi mümkün olmasa da, amma xarici çəkiliş məkanı kimi böyümə potensialımız çox daha yüksəkdir. Və bu eyni zamanda bizim turizm potensialının inkişafına səbəb olan amillərdən biridir. Eyni zamanda regionlarda kino pavilyonlarının tikilməsi məsələlərini gündəmə gətirə bilər. Həmçinin o cümlədən işğaldan azad olunmuş ərazilərdə çəkilişlərin həyata keçirilməsi ölkənin təbliğatı nöqteyi nəzərdən əhəmiyyət kəsb edir. Və düşünürəm ki, bu layihələr, bizim tərəfimizdən hazırlanan layihələr tam təsdiq olunandan sonra artıq proses daha da sürətlənəcək. Dediyim kimi, bu eyni zamanda məsuliyyət də yaradır. Biz çox diqqətli olmalıyıq ki, burada hansısa tərif olunmuş informasiyaların çəkiliş üçün şəraitlər yaradılmasın. Bunlar müəyyən bir reyestrdən keçməlidir, müəyyən bir belə deyək də filtrdən keçməlidir. Ondan sonra artıq filmlərin çəkilişi ilə bağlı rahat olacaq işlər. Turan bəy, mən istərdim Arkanın ilin sonuna qədər və ya gələn il üçün ola bilər hansısa müsabiqələriniz, layihələriniz var. Biraz bizə bundan məlumat verərsiniz. Əlbəttə. Hal-hazırda davam edən müsabiqəmiz var və fürsətdən istifadə edib bütün kino sənəti iştirakçılarını, şirkətləri, prodüserləri bu layihəyə qoşulmağa dəvət edirəm. Bundan sonra da yeni layihələr nəzərdə tutulur. Dövlət sifarişi ilə film istehsalı məsələsi gündəmdədir. Böyük ehtimal ki, ilin sonuna qədər layihə təsdiqləndiyi təqdirdə bu müsabiqənin elanı da nəzərdə tutulacaq. Eyni zamanda filmlərimizin xarici bazara çıxarılmasından bağlı işlər görülür. Filmlərin satışı üçün şəraitin yaradılması, dublyaj imkanlarının genişləndirilməsi, distribusiya xidmətinin təkmilləşdirilməsi kimi işlərdə ilin sonuna qədər görülməli olan işlər arasındadır. Habelə festivalların keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi biz 2024-cü ildə Baku Sinema Briz festivalının təqdimatını keçirtmişdik. Orada 4 festivalın və eyni zamanda o market çərçivəsində, Şərq ölkələri kino marketi çərçivəsində 5 xarici şirkət nümayəndəsinin iştirakı təmin edilmişdir. Daha doğrusu sistemli qurulmuşdur. 15-dən artıq isə xarici fərqli ölkələrdən kino istehsalçıları qatılmışdır. Bu da həmin prosesi sürətləndirən amillərdən biridir. Yəni istər koproduksiya nöqteyi nəzərdən, istərsə də ölkəmizin çəkiliş məkanı kimi tanınılması nöqteyi nəzərdən bu layihənin artıq uğurlu olduğunu düşünərək bu il yenidən bu prosesin davam elətdirilməsi nəzərə alınıb və düşünürəm ki, çox uğurla davam edəcək bu layihə. Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Turan Məmmədli idi bizim bugünkü qonağımız. Turan bəy, təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm, çox sağ olun. İşlərinizdə uğurlar diləyirəm. Minnətdaram, sağ olun. Minnətdaram gəldiyiniz üçün. Sağ olun. Sinema Radio, Sinema Radio, Sinema Radio.